Ağızda əriyən, kövrək xəmirli və ən əsası fərqli, amma çox dadlı içli ilə mutaki hazırlayaq. Tam resept bütün xırdalıqları ilə həmişəki kimi videonun açıqlama hissəsində qeyd olunacaq. Reseptdə isə qeyri-adi olan içliyin qaynadılmış, bişirilmiş süd və qozdan ibarət olmağıdır. Və bizim evdə bu reseptlə bişirilmiş mutakilər çox sevilir, fərq etmir böyüklər olsun, balacalar olsun və eyni zamanda qonaqlar tərəfindən də çox sevilir. Una duz, şəkər əlavə edib yüngülvari qarışdırıram və soyuq yağı sürtkəcdən keçirib un ilə ovuram. Reseptə görə 3 yumurta sarısı istifadə olunur. İstəsəniz bir yarım yumurta da vura bilərsiniz, amma xəmirə həmin o kövrəkliyi məhz yumurta sarıları verir. Nəysə, yumurta ilə smetanı qarışdırıb una əlavə edirik. Xəmiri çox yoğurmaq lazım deyil. Bizim üçün əsas olan xəmiri toplamaqdır. Xəmiri topladıqdan sonra bir paketə qoyub göndəririk soyuducuya. Minimum 20-30 dəqiqə orada qalmalıdır. Xəmir dinlənənə qədər isə vaxtımız var. Keçirəm içliyi hazırlamağa. Mən ağızda qozun hiss olunmağını xoşlayıram. Ona görə bıçaqla xırdalayıram. İstəsəniz blenderla da məsələn xırdalaya bilərsiniz. Və qatılaşdırılmış bişmiş süd ilə qarışdırıram. Bununla içlik hazır olur. Mən xəmiri 12 eyni hissəyə bölüb, onu da öz növbəsində yayıb 4 hissəyə bölmüşdüm. Amma siz istəsəniz 4 hissəyə bölüb, böyük yayıb və onu da 12 hissəyə bölə bilərsiniz məsələn. Ümumilikdə 48-50 dənə mutaki çıxır. İçliyi əlavə etdikdən sonra çalışın mutakini yaxşı sıxıb bağlayın. Qızdıqca qatılaşdırılmış süd biraz axmağa meyllidir. Mən də bir balaca səhvə yol verdim. Hamısını hazırladıqdan sonra soba listinə yığıram. Sobanızdan asılı olaraq 190-200 dərəcə hardasa arasında bişiririk. Təxmini 10-12 dəqiqə. Məndə mutakilərin hamısı bir soba listinə yerləşmir və ikinci hissənin üstünə yumurta sarısı da çəkirəm. Yəni bu variant da mümkündür. Hətta deyim, yumurta sarısı çəkilmiş variantı mənim daha çox xoşuma gəlir. Əvvəlki videolarda güllərlə bağlı çox sual gəlmişdi. Güllərin suyuna paketdən belə toz şəklində qida əlavə edirəm. Burada Amerikada bütün gül buketlərinin üstündə demək olar ki, o tozdan verilir. Pulsuz güllərin ömrünü maksimum uzatmaq üçündür. Tərkibi isə təxminən limon turşusu, şəkər və çox az bir dozada xlordan ibarətdir. Nəysə, burada artıq mutakilər hazırdır. Videoda hər iki variantını da sizə göstərirəm. Ümid edirəm resept xoşunuza gəldi.